Gəlin indi başlayaq sualların izahına. Birinci sualımızda deyir ki, aşağıdakılardan hansı boş yerdə olmalıdır? Gəlin indi şəklə diqqət eləyək. Şəkildə nə görürük? Görürük ki, hər sətirdə, baxın, hər sətirdə eyni rəsmlər əks olunub. Lakin əvvəlcə böyük, sonra ondan biraz kiçik və sonra lap kiçik təsvir olunub. Deməli, biz burada nə etməliyik? Baxırıq ki, hamısında eynidir. Böyükdən kiçiyə doğru rəsmlərimiz əks olunur. Deməli, bizdə baxırıq ki, ya C variantıdır, ya Y variantı. Çünki hamısında eynidir. Eynidirsə, deməli, mən burada da eyni olan rəsmi tapmalıyam. C və Y. Amma baxıram ki, axı əvvəl böyük idi, sonra balacalaşdı. Deməli, burada boşluğa nəyi yazmalıyam? Y variantını yazmalıyam. C isə mənim düzgün variantım deyil. İndi gəlin keçək növbəti suala. Növbəti sualımız 4-cü sualdır. Burada deyir ki, sual işarəsinin yerində neçə olmalıdır? Sual işarəsinin yerində. Baxın uşaqlar, bu cür tapşırıqlarda, belə cədvəl formasında verilən tapşırıqlarda biz ya sətirlərlə işləməliyik, ya da sütunlarla işləməliyik. Baxın, bu formada olanlar sütundur, bu formada olanlar isə sətirdir. İndi gəlin baxaq. Aha, deməli, nə edirəm? Toplama əməlindən, hesab əməlindən istifadə edirəm. Məsələn, gəlin yoxlayaq. 7, 12 və 5. Məsələn, sətir və sütunlarla işləyən zaman elə eləməliyəm ki, yəqin ki, burada sətirin də, sütunun da cavabı eyni olacaq. Gəlin əvvəlcə sətirlərlə işləyək. Görək düzgün alırammı? Gəlin yoxlayaq. 7, üstəgəl 12, üstəgəl 5. Mən sətirlərlə işləmək üsulundan istifadə elədim. 7, 12 və 5-in cəmi mənə nəyi verəcək? 24-ü. Gəlin ikincini yoxlayaq. 14, üstəgəl 6, üstəgəl 4. Bunun cəmi neçə eləyəcək? 20, 24. Deməli, ikinci sətrimizin də cavabı 24 elədi. Artıq mən baxıram ki, mənim istifadə elədiyim üsul doğrudur. Niyə? Çünki həm birincidə, həm də ikincidə bu mənim istifadə etdiyim üsul ödədirsə, demək ki, mən düzgün yoldayam. İndi gəlin, üçüncü sətrimizi də həll edək və sual işarəsinin yerində nə yazılmalıdır, onu tapaq. Deməli, yazıram ki, 10 üstəgəl 8 üstəgəl sual işarəsi bərabərdir nə? 24. Niyə 24? Çünki mən əgər 2 dənə sətirdə 24 almışamsa, deməli bunun da cəmi, bu 3 xananın cəmi də 24 etməlidir. Ona görə də cəmə 24 yazıram. İndi baxaq, 10 ilə 8-in cəmi 18, 2 toplamımızın cəmi 18-dir. Və bizim burada cəmimiz də 24-dür. Deməli, digər məchul toplananı tapmaq üçün nə etməliyəm? Cəmdən məlum toplananı çıxmalıyam. 24-dən də 18-i çıxanda nə qalacaq? 6. Deməli, mənim sual işarəsinin yerində yazılmalı olan ədədim 6-dır. İndi gəlin baxaq 5-ci suala. 5-ci sualda uşaqlar, siz iki cür yanaşa bilərsiniz. Mən sizə hər iki üsulda deyəcəm. Gəlin əvvəlcə daha çox doğruluq ehtimalı olan üsula baxaq. Baxın, Rafət sözünə diqqət yetiririk. R ilə başladı, T ilə bitdi. İndi baxırıq. T hərfi ilə başlayır, N hərfi ilə bitir. Mən nə müşahidə elədim? Hansı əgər sözümüz hansı hərflə bitirsə, digər sözümüz də həmin hərflə başlayır. İndi baxıram. N ilə bitdi, digər sözüm N hərfi ilə başladı. Q ilə bitdi, digər sözüm Q hərfi ilə başladı. R ilə bitdi, digər sözümdə nə olmalıdır? R hərfi ilə başlamalıdır. Baxıram variantlara və mənim cavabım C variantıdır. Digər üsulumuz nədir? Gəlin onu da yoxlayaq. Deməli, baxıram ki, uşaqlar, digər üsulumuz saytlərlə işləmək üsuludur. Məsələn, baxıram. Burada hansı saytimiz var? A və Ə saytimiz var. Düzdürmü? Yəni, A saytı birinci işlənib. Digərinə baxıram. Ə saytı birinci işlənib. Bura baxıram. Yenə A, yenə Ə. Yəni, A birinci, sonra Ə, sonra A, sonra Ə. İndi nə gəlməlidir? İndi A saytı ortada gəlməlidir. Yəni, birinci A saytı gəlməlidir. Variantlarıma da baxana görürəm ki, mənim
Heç bir variantım ödəmir. Amma C variantım ödəyir. Burada da A saiti birinci gəlib. Baxın, iki üsuldan da istifadə edə bilərsiniz. Amma ən düzgün olan ehtimal samitlərlə işləməkdir. İndi gəlin baxaq növbəti sualımıza. Boş yerdə deyir, hansı ədəd olmalıdır? Biz nə demişdik uşaqlar? Bu cür fiqurlarla işləyəndə nə etməliyik? Fərqli olan xana, fərqli olan şəkil bizim cavabımızdır. Amma baxırıq ki, burada fərqli olan yoxdur. Yəni bu fiqurda bütün xanalar nədir? Kvadrat formasındadır, eynidir. Və bu cür cədvəl deyək, bu cür şəkillərlə işləyəndə biz nə etməliyik? Ya cəmidir, bütün verilmiş xanalardakı ədədlərin cəmidir, ya onların hasilidir. Yəni burada da hesab əməllərindən istifadə edərək biz bu misalı həll etməliyik. Yəni əvvəlcə ən sadə hesab əməlindən başlayaq. Yəni toplamadan. Baxaq. 8-in üstə 4 yazıram. 8 üstə gəl 4 üstə gəl 6. Cavabımız neçə eləyəcək? Cavabımız eləyəcək 18. Düzdürmü? Gəlin üçüncünü yoxlayaq. Daha doğrusu ikincini. 3 üstə gəl 7 üstə gəl 8. Cavabımız neçə eləyir? 18. Deməli, baxın, digər sualımızdakı kimi bu tapşırığımızda da bu xanada olanların hamısının cəmi 18 etməlidir. Bu rəsmimizə də baxaq. Baxıram ki, 5 üstə gəl 2 üstə gəl sual işarəsi mənə nəyi verməlidir? 18. İndi yenə məlum toplananları toplayıram və məchul olan toplananı tapmaq üçün cəmdən onu çıxmalıyam. 5-in üstə 2 gəlinə 7 eləyəcək və 18-dən 7-ni çıxanda nə alacam? 11. Deməli, sual işarəsinin yerində olmalıdır 11. Gəlin keçək digər sualımıza. Bunlar pozaq. Aha, baxaq digər sualımıza. Deyir ki, cədvəldən düşən fiqur hansıdır? Gəlin bu rəsmə diqqətlə baxaq. Nə görürük? Görürük ki, bizim bu rəsmimizdə 3 növ fərqli təsvirlər var. 3 növ fərqli təsvir var. Bax, birinci də bu cür kvadrat formalı, daha sonra belə, daha sonra belə. Və bütün fiqurlar sadəcə 3 rəsmdən istifadə olunub da, belə deyək, 3 təsvirdən istifadə olunub. Daha sonra baxıram ki, artıq mənim burada ikinci gələn, gəlin hətta bunlara belə bir nömrə qoyaq ki, bizim üçün daha rahat olsun. Gəlin baxaq. Məsələn, buna deyək 1, buna 2 deyək, buna da 3 deyək. Baxıram ki, 2 nömrəli, burada birinci gəlib, daha sonra 3 gəlib, daha sonra 1 gəlib. İndi yenə eyni qayda ilə 3 var, 1 var, amma mənim 2'm yoxdur. 2 hansıydı? Baxın, bu. Deməli, gəlirəm, indi varianta baxıram. Baxın, uşaqlar, rəsmi tapmışıq, amma variantı seçəndə diqqətli olmaq lazımdır. Y variantı bizi çaşdıra bilər. Biz nə edirik? Y variantını götürmürük. C'ni götürürük. Niyə? Çünki baxın burada. Hər ikisində də nədir? İçi doludur xananın. Ona görə də diqqətli olun. Cavabı düzgün tapmaq üçün çox diqqətli olmaq lazımdır ki, bizi çaşdırmasınlar. İndi baxırıq növbəti sualımıza. Və burada deyir ki, yenə bizə də sual işarəsinin yerində olan ədəd tapmalıyıq və bu sıraya uyğun ədəd hansıdır ki, bu sıranı davam elətdirsin. Baxın, burada nə edirəm? Baxın, belə bir əgər ardıcıllıq verilibsə, məndən sual işarəsinin yerində olan ədədi soruşursa, baxıram ki, bu bir ardıcıllıqdır. 35, 31, 27, 23, 19 və sonda sual işarəsi. Sizə nə aydın ola bilər burada? Yəni, burada hansı məntiqi müşahidə edə bilərsiniz? Görürəm ki, böyükdən kiçiyə doğru neynir? Ədədlərimiz azala gedir. Artmır axı, azalır. Baxıram ki, həqiqətən də hamısını azalıb. Yəni, azalma qanuna uyğunluğudur. Birində artdı, birində azaldı və yaxud da fərqli ədədlər deyil ki, düzdürmü? Əvvəlcə ona baxıram. Sonra baxıram, 35 nə qədər azaldı ki, 31 oldu? 4 vahid azaldı. 31 nə qədər azaldı? 27 oldu. O da 4 vahid. 27 nə qədər azaldı? 23 oldu. O da 4 vahid. 23 nə qədər azaldı? 4 vahid azaldı, 19 oldu. Deməli, baxıram ki, mənim ədədlərim 4 vahid azala gəlib və sonda 19 olub. İndi 19'u da mən 4 vahid azaldaraq sual işarəsinin yerində olan ədədi nə tapıram? 15 tapıram. Aydın oldu mu? İndi keçək 4-cü sualımıza. Burada deyir ki, çatışmayan ədəd neçədir? Baxın, uşaqlar, bu cür rəsmlərlə işləyən zaman bizim müxtəlif üsullarımız var.
Yəni indi onlardan birini bu tapşırığımıza tətbiq eləyək. Qarşı-qarşıya, yəni burada uyğunluqlar var. Baxın, belə, belə və bu da burada. Hətta bunun yerine bir dənə sual işarəsi də yazaq. Aha. Deməli burada ya vurmadır, ya toplamadır. Məsələn, ola bilər ki, qarşı-qarşıya toplayıb cəmləri bütün xanalarda eynidir. Ola bilər ki, məsələn, birini 2 vahid artıra bilər, 2 dəfə artıra bilər, 3 dəfə artıra bilər. Baxın, indi biz bu qarşı-qarşıya olan üsuldan istifadə edəcəyik. Gəlin indi baxaq. Baxıram ki, uşaqlar, 7-nin qarşısına dayanıb 14 dayanıb. 7-ni 2 dəfə artırdı ki, 2 dəfə artırdı. 14 olsun. 16'nın qarşısına 32 dayanıb. 16'nı da 2 dəfə artırdı ki 32 alındı. 12'nin qarşısına 24 dayanıb. 12'ni də 2 dəfə artırdı. 24 aldı. Deməli, mən nə etməliyəm? Baxıram ki, hamısı 2 dəfə arta gedib ki, öz qarşısındakı ədəd tapıb. İndi bəs sual işarəsinin yerində olan ədədi tapmaq üçün nə edəcəm? 9'u da 2 dəfə artıracağım və 18'i almış olacağım. Gəlin baxaq növbəti sualımıza. Baxın, bu da boş yerdə hansı fiqur olmalıdır? Bu da bizim daha əvvəl işlədiyimiz tapşırığın demək olar ki, eynisidir, lakin burada əksinədir. Orada əvvəl böyükdən, yəni böyük rəsmdən kiçik rəsmə doğru gedirdi. İndi isə kiçik rəsmdən artaraq böyük rəsmə doğru gedib. Baxın, yenə baxıram. Hamısı eynidir, şəkillər eynidir, lakin nədir? Kiçikdən böyüyə doğru gedib. İndi kiçik, biraz böyümüş və ən böyük olan hansıdır? D variantıdır. Yaxşı. İndi baxıram 7-yə. Deyir ki, boş üçbucağın daxilində hansı ədəd olacaqdır? Aha, baxın uşaqlar. Bizim ortada olan ədədimiz cavabımızdır. Sual işarəsinə görə yox ha. Baxın, bunlar eynidir. Hamısı üçbucağın tərəfləridir. Amma ortada olan 20 isə fərqlilik yaradıb. O üçbucağın daxilindədir. Fərqli olan 20'dir. Ona görə də bizim cavabımız 20'dir. Yaxşımı? İndi keçək ki, bu rəsmdə olan ədəd tapmaq üçün hansı üsuldan istifadə edəcəyik? Ən sadə üsulla davam edirik. Yenə də hesab əməli ilə. Hesab əməlinin ən sadə üsulu hansıdır? Toplama əməli. Yəni indi toplama əməlinə istifadə edərək görək necə tapa bilərik. Təbii ki, müxtəlif üsulları yoxlayırıq, görək hansı alınır. Baxın, toplayaq. 5, üstə gəl 12, üstə gəl 3. Görək bizə 20'ni verir. 5'in üstə 12 gələndə 17, 17'nin üstə 3, 20. Deməli, birinci alındı. İndi gəlin ikincini də yoxlayaq. Əgər bu rəsmdə də alınsa, demək ki, mənim üsulum doğrudur. Gəlin yoxlayaq. Deməli, 16, üstə gəl 8, üstə gəl 4. Neçə eləyəcək? 16, üstə gəl 18, 20, 38. 28 daha doğrusu. Bir dəqiqə. 18 deyil burada. 8'dir. Mən səhv gördüm onu. Bir dəqiqə. Deməli, 16, üstə gəl 8, üstə gəl 4. 16'ın üstə 4, 20, 20'nin üstə 4 gəldi 28. Həqiqətən də cavabımız 28'dir. Gəlin indi digərini də yoxlayaq. Çünki üsulumuz doğrudur. Kənarda olan ədədləri toplayaraq, yəni tərəflərin qarşısında dayanan ədədi toplayaraq biz ortadakı cavabımızı aldıq. İndi bunda da həmin üsulu tətbiq edirik. 9, üstə gəl 13, üstə gəl 5. Neçə eləyəcək? 3'ün üstə 5 gələndə, 13 üstə 5 gələndə 18, 18 üstə 9 gələndə eləyəcək 27. Bizim burada cavabımız olacaq C variantı. İndi gəlin baxaq növbəti sualımıza. Fərqli söz deyir hansıdır? Baxın uşaqlar, baxıram variantlara. Yəni bizə şəkil verilməyib, heç bir təsvir verilməyibsə, demək ki, biz nə etməliyik? Variantlarla işləməliyik. Baxıram, ağa kişi, ağa mir. Nə müşahidə elədim? Hər ikisinin ağa sözünü gördüm. Aha. Ağa Rıza, ağa Qulu. Deməli, bütün sözlərin tərkibində ağa sözü var. Amma Abuzər sözündə isə bizim ağa sözümüz yoxdur. Deməli, bizim burada variantımız nədir? B variantıdır. Fərqi olan B variantıdır. Bitdi. Bu qədər.